Azərbaycanın sədrliyi ilə Gəncə şəhərində dabaq və xırdabuynuzlu heyvanların taunu üzrə Qərbi Avrasiya Regional Məsləhət Qrupunun növbəti iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın müvafiq qurumlarının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı katibliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda Türkiyə və digər ölkələrdən olan ekspertlər iclasa onlayn formatda qoşulublar. Qeyd edilib ki, Azərbaycan 2024-cü ildə xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib. Eyni zamanda əvvəlki illərdə qazanılmış atların Afrika xəstəliyi və donuzların Afrika taunu xəstəliklərindən azad statusu da qorunub saxlanılır. Bildirilib ki, Azərbaycanın dabaq xəstəliyi üzrə ölkə nəzarət proqramı qəbul edilib və ölkə mərhələli nəzarət proqramı çərçivəsində 3-cü səviyyəyə yüksəlib. İclasda regionda dabaq, xırdabuynuzlu heyvanların taunu və digər transsərhəd heyvan xəstəlikləri üzrə mövcud epizotoloji vəziyyət müzakirə olunub.